Antiterror əməliyyatlarında şəhid olan igidlərimiz sükutun içində qopardı vətənin azadlıq haykırtısını. Onlar ölümə meydan oxuyaraq torpağın müqəddəsliyini canları ilə qorudular. Hər biri bir bayrağa dönüb göylərdə dalğalanır indi. Şəhidliyə ucalan yolun sonsuz işığında. Onların ayaq basdığı hər qarış torpaq azadlıqla nəfəs alır bugün. Belə qəhrəmanlarımızdan biri də kapitan Cəfərov Xəzər Qaliboğludur. O 1991-ci il iyunun 17-sində Neftçala şəhərində anadan olmuşdur. Cəfərov Xəzər 1998-ci ildə Neftçala şəhəri 2 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olur. 2005-ci ildə orta təhsilini Bakı şəhəri fizika-riyaziyyat təmayüllü məktəbdə davam etdirib. 2009-cu ildə orta məktəbi uğurla başa vuraraq Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olur. 2013-cü ildə Ali Hərbi məktəbi bitirib leytenant rütbəsi alan Xəzər Cəfərov hərbi xidmətə başlayır. 2016-cı ildə aprel döyüşlərində böyük şücaət göstərən Xəzər Cəfərov baş leytenant rütbəsi alır. Xəzər Cəfərov 2-ci Qarabağ müharibəsində kapitan kimi döyüşlərə qatılır. O Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanır. 2-ci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Cəfərov Xəzər Qaliboğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən Füzulinin Xocavəndin azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif edilir. Müalicə aldıqdan sonra yenidən hərbi xidmətə davam edən kapitan 2023-cü ildə həyata keçirilmiş uğurlu lokal antiterror tədbirlərinə qoşulur. O 20 sentyabrda Ağdam rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. 2023-cü il sentyabrın 22-sində təntənəli surətdə Cəfərov Xəzər Qaliboğlu Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn edilir. Ailəli idi, 2 övladı yadigar qalıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kapitan Xəzər Cəfərov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən Vətən uğrunda medalı və 3-cü dərəcəli Vətənə xidmətə görə orden ilə təltif edilmişdir.